Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Sizi əsl bağ evindən salamlayıram. 100 nə boydadır? 530 kvadrat, hörmətli izləyicilər. Böyük ailələr üçün əla bir təklifdir. Qiymətini 13 sotun içində Vişnyovkada, Alballıqda. Həyətində hər şey var. Tüm meyvələr. O vaxtı Vişnyovkada eşitdiyimə görə bu boyda ev, indi ola bilər olsun da yekə evlər. Bu boyda ev olmuyor. Ən birinci bu ev olur Vişnyovkada. Ən tanınmış evlərdən biridir yekə ev. 530 kvadrat, 10 otaqdır. Aşağı ilə bir yerdə 10 otaqdır. Həyətini çək görsənət, gəl bura. Belə yolka ağaçları, hasarın dibi ilə də belə yolka ağaçları. O şimdi bir sözlə yekə ev eşit. Haradasa 2004-cü ildə tikilib. Baseyni də var, quyusu da var. Siz onun aşağısına baxın, beton monolitinə baxın. Elə bir ev sahibi hündür mərtəbə bina. Bax belə nəzərdən alıb ki, yəni möhkəm tikilibdir. Giriş qapısıdır, küçəsi enlidir. Baseyni var, burada ehtiyac su çəni də var. Bütün kommunallar hamısı mövcuddur. Bir də xatırlayın, böyük ailələr üçün əla. Vişnyovka 2 taksimatorlu tərəfdir. Yola çox yaxındır. Hərdəsə neçə metr olar yola? Buradan yola neçə metr? 100 metr məsafədə. Asfalt yoludur, ana yola. Deməli belə. Otaqlarla tanış olacaq. Deməli bir otağımız buradadır. Girək indi evin içinə. Evin içi ilə mən sizə tanış edeyim. Ərazi tam yaşayış. Gəl. Bax, sizə bir söz deyim. Bu evdə indi yaşayış yoxdur da. Bir dənə burada izat yoxdur. Yəni çifi, nə bilim, divarında nəmişlik izat yoxdur. Bura quru ərazidir. Yəni nəmişlik olmayan yerdir ümumiyyətlə bu Vişnyovka, Alballı. Bax, belə zaldır, mətbəxi buradadır. 2 dənə belə otaqdır burada. Belə də indi kimsə istəsə müasir təmir eləyə bilər. Belə də ki, təmiri tökülüb dağılmır, səliqəlidir. Səliqəli evdir. Pollu uzadı, hamısı, divarları. Bir balaca indi burada belə yağışın suyu ilə belə balaca nəsə olubdur. Sonra hər mərtəbədə özünün sanuzyolu var. Bu hamamıdır, bu da ayaq yolusudur. İkisi də ayrı-ayrıdır. 2-ci mərtəbədə də var. Qalxaq indi 2-ci mərtəbəyə. Fıstıq ağacından pləkan. 270 min endirim təbii ki olacaq. Torpağın kupçası var, çıxarışı. 2-ci mərtəbə görürsünüz, divarlar, hamısı alır. Yaşayan yoxdur ya burada. Burada sanuzyollardır, hamamla ayaqlısı. Ehtiyac yoxdur. Yəni 1-ci mərtəbədəki kimi 2-ci mərtəbədə də sanuzyol. Bu zalın uzunluğu 21 metr, hörmətli izləyicilər. Burada eyvanı, balkonu vardır. Otaqlara da baxaq ki. Burada bir otaqdır. 2 dənə də yataq otaqları burada. Bax, yaşayan yoxdur, fikir ver. Təmizdir, nəmişlik yoxdur. Bu 2-ci yataq otağıdır. 2-3 otaq burada. Zal 21 metrlik zal. Və burada bir dənə də qonaq otağı. Bax belə. 2 dənə də yataq otaqları burada. Bura işıqlıdır, bax. Doğrunun tərtəmizdir. Burada nəmişlik olmur. Ona görə də yaşayış yoxdur. Bu başqa yerdə olsaydı, yəni yaşayış olmasaydı iyi gələrdi. Qaraltı verərdi. Bu da bu. Kim alsa Allah xeyir versin, qiymətini dedim 13 sotun içində Vişnyovka 2, Alballıq 2-də 270 min manata. Bu günə bu qədər, sağ olun, minnətdarım.